əhali arasında yayılan influenza infeksiyası çox aktual xarakter daşıyır. Çünki yüksək temperatur çox vaxt xəstələri təşvişə salır, dərhal başlayırlar antibiotik içməyə. Buna gərək yoxdur. Bu virus infeksiyasıdır. Mütləq həkim nəzarəti olmalıdır. Ümumiyyətlə, bu mövsümi qrip adı, bunu başqa cür belə adlandırıb, mövsümi qripdir. Bu hər il olur, əzizlərim. Sadəcə mutasiya uğradığı üçün bəzi vaxt görürsən ki, simptomlar da biraz individual olaraq birində yüngül, birində ağır keçə bilir. Əlbəttə ki, deməli, mütləq həkimə vaxtında müraciət edir. Bu isti mayenin qəbulu. Əsas burada preparat Tamifludur. Amma yəni digər interferon induktor preparatlarda istifadə oluna bilər. Əlbəttə vitaminlər C və D3, rasional qidalanma. Bu kimi əsas odur ki, antibiotiki dərhal başlamayın. Antibiotikləri biz ikincili bakterial fəsadlaşma qoşulduqda təyin edirik. Sağlam və xoşbəxt olun, öz-özünə müğayət olun və həkimə müraciət edin.